Salam, Region Newsun efirində xəbərlər informasiya buraxılışıdır. Sizinlə mən Turac İbrahimovayam. Marneolidə müvəqqəti quş kəsimi məntəqəsi aşkar edilib. Milli Qida Agentliyinin məlumatına görə Kvemokarti Departamentinin müfəttişləri yoxlama nəticəsində bir şəxsin agentlik tərəfindən verilən məcburi tanınma və baytarlıq nəzarəti olmadan fəaliyyət göstərdiyini müəyyən ediblər. Yoxlama zamanı müəssisədə ciddi uyğunsuzluq da qeydə alınıb. Şəxs cərimələnib və istehsal prosesi dayandırılıb. Elə bağlanıb da yiyəsi də gəlmir. Bilmirəm, nəsə elə gəlir. Orada biz görmədik. Elə nə ağaclar, nə cəvəl baxdı, işçilər də çox idi. Yox, biz elə burada satırıq, belə satıcıyıq. Mən elə bir adam idi, elə çörək pulunu əliyirdi, işləyirdi özləri. Özləri təmizləyirdi, özləri də satırdı elə. Çox yox. Bazara mı görürlər? Hə? Yox, elə özlərini aparırdılar. Bunlar mı alırlar şəhəri təmizləməyə? Buradan alırdı, özlərini aparırlar. Həmişə indi daha bir gün axşama satmış alırlar. Özlər fermadan maşına gətirirlər. Fermadan gətirirlər, özləri alırlar. Siz onlardan mı alırdınız, yoxsa onlar sizdən? Fermalar var, siz də yəqin siz onlardan alırdınız. Yox, hərə özü gedir, harada grendimiz var, harada olsa gətiririk biz. Gürcüstanın baş naziri İrakli Qobaxidze hökumət üzvləri ilə birlikdə müsəlman icmasını iftar süfrəsinə qonaq etdi. Qobaxidze çıxışında müasir dünyada güclü dövlət quruculuğu prosesində müsəlman icmasının mühüm rolundan danışdı. Onların cəmiyyətə verdiyi töhfəsini vurğuladı. Baş nazir müsəlman vətəndaşlarını qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik etdi. Onlara sülh, firavanlıq və uğurlar arzuladı. Bu il sizi yenidən iftar süfrəsinə dəvət etmək bizim üçün böyük şərəfdir. Bu toplantı qardaşlığımızın, birliyimizin və qarşılıqlı hörmətimizin sarsılmaz olduğunun daha bir sübutudur. Gürcüstandakı hər bir müsəlmanı, bütün müsəlman icmasını müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edirəm. Tezliklə İslam dünyası Ramazan bayramını qeyd edəcək. Bu, Gürcüstan dövlətinin sizinlə bölüşdüyü böyük birlik və qardaşlıq bayramıdır. Bizim gücümüz bizi bu torpaqda yaşayan insanları Gürcüstanda birləşdirən birlikdədir. Bu gün bölgədə ən çətin hadisələr baş verir və bu fonda Gürcüstanda sünnilərin və şiələrin bir məsciddə birlikdə namaz qılması xüsusilə simvolikdir. Gürcü İslamını unikal edən də budur. Marneolidə 31 yaşlı kişi xanımını yaralayıb. Bir nəfər həbs olunub. Polisin məlumatına görə yaralanan şəxs saxlanılan şəxsin həyat yoldaşıdır. Daxili İşlər Nazirliyinin Kvemokarti Polis İdarəsinin Marneoli rayon bölməsinin əməkdaşları 1994-cü il təvəllüdlü şəxsi ailə üzvünə qəsdən yüngül bədən xəsarəti yetirmə ittihamı ilə həbs ediblər. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək 2000-ci il təvəllüdlü xanımına bədən xəsarəti yetirib. Xəsarət alan qadın xəstəxanaya aparılıb. Ona müvafiq tibbi yardım göstərilib. Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində vətəndaş istintaq altında olan şəxs kimi həbs edilib. Daxili İşlər Nazirliyi bildirir ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 11-ci hissəsi ilə aparılır. Bu isə 5 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Son 2 gün ərzində ölkə daxilində hüquq mühafizə orqanlarının əməkdaşlarının intensiv polis fəaliyyəti və profilaktik tədbirləri nəticəsində onlarla qanunsuz odlu silah, sursat və partlayıcı maddə müsadirə edilib. Ümumilikdə hüquq mühafizə orqanları əməkdaşları 51 nəfəri həbs edib. Son 2 gün ərzində ölkə daxilində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən polis və profilaktik tədbirlər nəticəsində onlarla qanunsuz odlu silah, sursat və partlayıcı maddə müsadirə edilib. Ümumilikdə 51 nəfər həbs edilib. Yuxarıda qeyd olunan tədbirlər Tbilisidə və Gürcüstanın müxtəlif bölgələrində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hakimin qərarı əsasında həyata keçirilib. Saxlanılanların şəxsi yaşayış evlərində, köməkçi anbarlarında
anbarlarında və nəqliyyat vasitələrində aparılan axtarış zamanı polis çoxlu sayda odlu silah və avtomatik odlu silah, əl qumbaraları, sıxaclar, yüzlərlə patron və partlayıcı maddəni sübut kimi müsadirə edib. Apellyasiya məhkəməsi şəhər məhkəməsinin qərarını qüvvədə saxlayıb. Belə ki, bu qərara əsasən Mixail Saakashvili və Teymuraz Canaşiya dövlət büdcəsinə 8 milyonlardan çox məbləğdə təzminat ödəməlidirlər. İstintaqa görə 3 milyon dollar yalnız otellərə və təyyarə biletlərinə, qalan pul isə sağlamlıq mərkəzlərinə, hədiyyələrə və məişət əşyalarına xərclənib. Büdcəyə dəyən ziyan 9 milyon lari olaraq qiymətləndirilir. Gürcü arzusu iddia edir ki, Saakashvili və onun ətrafı bu milyonlarla larini əhəmiyyətsiz kimi göstərməyə çalışır. Birləşmiş Ştatlar ilə İsrailin İranla müharibəsinin başlamasından bəri dünyanın ən işlək neft daşıma zolaqlarından biri olan Hörmüz boğazında gəmilərin hərəkəti xeyli azalıb. Time Fals'ın videosunda göstərilir ki, Birləşmiş Ştatların 28 fevralda hərbi hücumundan sonra da Dar dəniz dəhlizində gəmilərin axını kəskin şəkildə azalıb. Adətən dünya neft və qazının təxminən 20%-i Fars körfəzindən keçir. Və salam hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.